Deməli, indi keçirik Səbəbi Osmanlı müharibələrinə. Başlayırıq kimdən danışmağa? Şah İsmail'dən. Şah 1. İsmail. Hakimiyyəti 1501-1524-cü illər. Deməli, Səbəb dövləti yarananda ilk vaxtı bunların Osmanlılarla münasibətləri yaxşı idi. Deməli, 2-ci Bəyazidlə əlaqələr yaratmışdı. Yəni, 2-ci Bəyazid Şah İsmail Səbəb dövlətini bir dövlət kimi tanıyır, İsmail'də hökmdar kimi tanıyır. Yəni, aralarında münasibət yaranmışdı. Amma, deməli, Bəyazidin ölümündən sonra Osmanlı dövlətinin hakimiyyətə yadınıza gəlirsə, atasının hakimiyyətdən salınmış. Səlim. 2-ci Səlim idi. Bəli, 2-ci Səlim hakimiyyəti gəlir və münasibətlər pisləşir. Yəni, daha sonra münasibətlər pisləşdi. Bu pisləşmənin də səbəbləri var. Deməli, səbəblər nə idi? Azərbaycan uğrunda mübarizə və Azərbaycandan keçən ticarət yollarını ələ keçirmək uğrunda mübarizə, bir də şərqi Anadolu uğrunda mübarizə. Bu nəyə bənzəyir? Belə deyək ki, niyə şərqi Anadolu? Çünki Osmanlı dövləti şərqə doğru genişlənir, Səbəbi dövləti qərbə doğru genişlənir. Elə bilin ki, 2 nəfər dururlar qarşı-qarşıya və ikisi də şar, hava balonu üfürürlər. Hava balonu böyüdükcə nə olacaq? Bir-birine toqquşur. Bu toqquşma nöqtəsi də olur hava, şərqi Anadolu. Şərqi Anadolu uğrunda mübarizə bunlar arasında münasibətlərin pisləşməsinə və müharibə həddinə çatmasına səbəb oldu. Müharibədən öncə hər iki hökmdar, həm Səlim, həm də İsmailin gördüyü tədbirləri var. Birinci başlayaq Səlimlə. Birinci Səlim nə edir? Macaristan və Venesiya ilə sülh bağlayır. Avropa hissədə, yəni qərbdə sülh bağlayır ki, rahat şəkildə şərqdə müharibə apara bilsin. Birincisi. İkincisi, Şeybanilərdən yardım vədi alır. Şeybanilər onsuzlar, səbəblərdən düşmən idilər. 1510-cu ildə hansı döyüşdə məğlub etmişlər onlar? Mərv. Mərv döyüşündə. Səbəbdə onlar məğlub edilmişlər və Xorasanda onlardan almışlar. Həm də Şeybanilər də Sünni idi, amma Osmanlılar da Sünni idi, amma Səfəvilər Şiə idi. Deməli, bir də müsəlman alimlərdə tapşırmışdı ki, bu müharibəyə dini don geyinsin. Yəni, bu dini müharibədə cihad. Bu 3 dənə tədbiri Səlim görür. İsmail hansı tədbirləri görür? Yazıq İsmail. İsmail də deməli, Avropa dövlətləri ilə diplomatik əlaqələr qurur. Sonra Portuqalların Hörmüzdə möhkəmlənməsinə göz yumur ki, bunların vasitəsilə bəlkə ordu silah gətirə bilsin ölkə. Amma onlar da Hörmüzdə möhkəmlənirlər, ordu silah gətirmirlər. Və bunlar arasında, Səlim və İsmail arasında həlledici döyüş baş verir 1514-cü ildə Çaldıran döyüşü. Bu döyüşdə Osmanlılar Səfəviləri məğlub edirlər. Məğlub edənlərin səbəbi də nə idi? Odlu silah yaxşı təchiz olunmalı və toplardan istifadə eləmək. Təchiz olunmalı. Bu döyüşdən sonra Osmanlı qoşunları Təbrizi tuturlar, paytaxtı. Amma Təbrizdə möhkəmənə bilmirlər. Niyə? Bir, Osmanlı ordusunun əskərlərinin narazılığı, bir də deməli, səbəblərin hücum həmlələri.
bunları geri çəkilməyə məcbur edir.